uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir. Orada hətta nüvə testləri həyata keçirilir. Polineziyada bəlkə 200-dən artıq nüvə sınaqları keçirilib. Bugün baxsaq görərik ki, yüzlərlə insan bundan əziyyət çəkib və bugün Bakı təşəbbüs qrupu hər hansı bir hibrid müharibədə itham edilir. Zənnimcə, bu müstəqil medianın çox mühüm bir missiyasıdır. BTV Xəbər.az